Salamlar. Şagirdlər maraqlı bir məsələ göndərmişdi. REFO-nun final mərhələsinə aid bir sualda, yəni ona uyğun bir sualda. Sual xoşuma gəldi və dedim elə ümumi video halında izah verim. Digər olimpiyadaya hazırlaşan şagirdlər də faydalansın. Deməli, məsələ fototurşularla bağlıdır. Fototurşu nədir? İşıq şüasının təsiri ilə turşuluq xassəsini dəyişən, yəni turşuluq xassəsi daha da artan molekullardır. Belə molekullar fototurşular adlanır. Deməli, bunlar bu məsələdə 2 naftolu misal olaraq veriblər. Məsələdə soruşur ki, 2 naftolun turşu xassələrini öyrənmək üçün hər biri 25 ml olan müxtəlif pH-larda 5 məhlul hazırlanır. Deməli, məhlullar burada göstərilibdir. Bunun üçün 2,1 millimolyar qatılıqla 2 naftol turşusundan məhlul Z istifadə olunur. Deməli, Z məhlulu həcmi 5 ml-dir, qatılığı 2,1 millimolyardır. Məhlullar hazırlandıqdan sonra 344 nanometrdə hər birinin absorbansı ölçülür. Deməli, digər bütün parametrlər sabit olduqda və lambda da eyni olduqda onların epsilon qiymətlərinin də turşu və əsas üçün eyni qalacağını göstərir. L bərabərdir 1 sm verib. Soruşur 1 və 5 məhlullarında 2 naftolun ümumi qatılığını hesablayın. Burada ümumi qatılıq deyəndə, yəni biraz cümlə anlaşılan olmur, amma yəni toplamını soruşmur. Hər bir məhlulda ümumi nə qədər 2 naftol əlavə ediblər, bunu soruşur və bu da həcmlər eyni, qatılıqlar da eyni olduğuna görə nü bərabərdir CV-dən, o da bərabərdir 2,1 vuraq 10 üstü mənfi 3 molyar, vuraq 5 millilitr, o da bərabərdir 10,5 vuraq 10 üstü mənfi 3 millimol. Deməli, olur. Öncəliklə bunların molunu tapırıq və qatılıq istədiyinə görə, deməli, hamısında bütün qablarda dedik ki, eyni miqdardadır, yəni mol miqdardadır. Bütün qablar da 25 ml olduğuna görə təzədən 25 ml-ə bölürəm hesaplamaq üçün. Daha burada bərabərisi ilə onda olur. Deməli, 10,5 bölək 25. 0,42 deməli, vuraq 10 üstü mənfi 3 molyar birinci sualın cavabıdır. İkinci sualda deyir ki, verilmiş dalğa uzunluğunda 2 naftol və onun deprotonlaşmış formasının molyar udulma əmsallarını, epsilonları turşu və əsas üçün hesablayaq. Fikir veririk, birinci məhlulda turşunun üzərinə gəliblər və bu da o deməkdir ki, bu 2 naftol turşusu qüvvətli bir turşunun içərisində daha çox turşu formasında qalacaq. O zaman biz elə turşunu, bu naftol turşusunu da ROH kimi göstərsək, bərabərdir, A bərabərdir epsilon LC-dən, epsilon da bərabərdir A bölünsün LC, A qiymətimiz 0,219-dur, burada veribdir. Bölürük L 1 santim və C qiymətini də hesabladıq. 0,42 vur 10 üstü mənfi 3 molyar. O da bərabərdir. Deməli, 219 bölünsün 0,42 vur 10 üstü mənfi 3. Bu da 521 tam 400, bunu 43 yaza bilərik. Bu turşu 2 naftolun epsilon qiyməti. İkinci məhlula baxırıq. Burada görürük ki, 20 millilitr 0,2 molyar natrium OH-ın və ROH-ın reaksiyasında
1-ə 1 mol miqdarlarda reaksiya girirlər və bunun molu deməli %2-ni 20-yə vuranda onda 4 vuraq 10 üstü mənfi 3 mol eləyir. Turşunun molunu isə 10.5 vuraq 10 üstü mənfi 3 millimol hətta. Yəni bunu da çevirəndə 10 üstü mənfi 6 mol olaraq yazırıq bura. Görürük ki, turşu çox azdır. Natrium OH-dan artıq qalacaq. Bu isə o deməkdir ki, bu turşu tamamilə əsas vəziyyətində olacaq və 10.5 vuraq 10 üstü mənfi 6 mol miqdarda, hansı ki, azın miqdarına uyğun və bu mol miqdarı bayaq qatılığını da turşudan bilirik. Böləndə 25 ml-ə 0,42 vur 10 üstü mənfi 3 molyar bu CRO-nun qatılığı olacaq bayaqki turşu miqdarında. Bunun da epsilon miqdarı hesablananda epsilon RO mənfi bərabərdir. A bölünsün A qiyməti 0,44 bölünsün 1 santim vuraq 0,42 vur 10 üstü mənfi 3. İndi bu qiyməti də hesablayanda bura 0,44 yazırıq və olur 1047,62 RO mənfinin epsilon qiyməti. Üçüncü suala gəlirik indi. Bunları da təyin elədik. Deyir ki, pH və loqaritma deməli əsasın turşuya nisbətinin asıllıq qrafikini qurun. Qrafikə əsasən 2 naftolun pK dəyərini hesablayın. PKB NH3 də veribdir 4,75. Deməli pH və deməli biz burada RO və ROH bu harda olur? Bu baxırıq ki, NH4 xlor 3-cü, 4-cü, 5-ci məhlullar bufer məhlullardır və bu bufer məhlullarda bu ikisi də, yəni bu hissəciklərin ikisi də olacaq və eyni anda məhlulda olacaq. Deməli, onda biz burada fikirləşirik ki, bunların ikisi də bu məhlullarda olacaqsa və bu məhlulların bir pH-ı da bufer olduğuna görə hesablanar və bunun üzərinə 2 naftol gələndə də biz deyərik ki, pH dəyişəcək. Əlbəttə ki, yox. Çünki bufer məhluldular. Deməli, mən burada pH-ı hesablasam, 2 naftolu da gəlsəm, həmin pH yerində qalacaq. Bu bir məlumat. Burada pH hesablanandan sonra biz 2 naftolun dissosiasiyasını yazarıq və onun K qiymətinin düsturundan nisbəti və pH arasındakı əlaqədən bir şeylər eləyə bilərik. O zaman yazaq. Deməli, NH4 xlor və NH3 üçün 3:1 nisbətində yazanda demişdik ki, nə edə bilərik bunu? H müsbət. Henderson düsturunu tətbiq edə bilərik. Məsələn, pH bərabərdir pK plus loqaritma NH3 bölək NH4 müsbət. Və burada pH-ı PKB qiymətimiz var. PK qiymətimiz də 14 çıxılsın 4,75 9,25 pH bərabərdir 9,25 plus loqaritma. Bunu da verib turşu 3 əsas 1 3də 1. O zaman 9,25 üstə gələk loqaritma 1 bölünsün 3. Bu 8,77 3. Bu 3-cü məhlul oldu. 4-cü məhlul üçün də düsturu təzədən yazmıram. Burada 2,1 veribdir. 2də 1. 8,95 olaraq saxlayıram bunu da. Və 1,1 nisbətində bunu da silirəm. 1 eləyirəm. 5-ci məhlulun pH-ı olur 9,25.
Bu da pH-dır, bu da pH-dır. İndi biz 3, 4, 5-ci məhlulların pH-ını bildik və yazaq nə? ROH dedik ki, bunu yazacağıq. RO mənfi plus H müsbət və burada RO mənfi vurulsun H müsbət bölünsün ROH bərabərdir. Bu turşunun deməli yazdıq burasını və bunun K-sını da bilmirik. O zaman amma pH qiymətlərindən bu bəllidir. Bu bəllidir. O zaman biz bunu burada nisbətini yazaq və pH. Bu düsturu necə ayıra bilərik? Deməli pH bərabərdir pK üstəgələk loqaritma yenə RO mənfi bölək ROH kimi bunu aça bilərik bu düsturu. Deməli pH qiymətlərimiz onsuz da sabitdir, var əlimizdə. 3 qiymətimiz var və pK-nı tapacağıq. Asıllıq qrafikini qurun, qrafikdə əsasən pK dəyərini hesablayın. Bunu tapacağıq və bizim burada bu nisbətə ehtiyacımız var. Bu nisbəti də burada diqqət eləyirik ki, absorbans qiymətləri də verilib. İndi bu absorbans qiymətlərindən biz əvvəlcə həm turşunun, həm də əsasın absorbansı var idi bizdə və bu absorbans qiymətlərindən turşu və əsasın içəridə nisbətlərini tapa bilərik. Məsələn, mən desəm ki, aşağıdan yazaq. X qədər deməli ROH və Y qədər RO mənfi olsa mol deyək də. Təbii ki, ya da qatılıq kimi düşünə bilərik. Deməli X vuraq 0,219 bir də baxım düz yazdım. Üstə gələk Y vuraq 0,44 bölünsün X plus Y bərabərdir. Üçüncü məhlulda 0,256-dır. 0,256. Onda burada X-də deməli mən nisbət almalıyam hamısında nə? Y-in X-ə nisbəti. Y-in X-ə nisbətini tapmalıyam hər dəfəsində. O zaman 0,256-dan çıxıram 0,219-u, qalır 0,037x bərabərdir. 0,44-dən çıxıram 0,256-nı, 0,184 y-də boy eləyir və y bölü x-i tapıram. Y bölü x qiyməti də 0,037 bölünsün 0,184. Bu da 0,201 birinci nisbətimiz oldu. Yəni bunu RO mənfi bölünsün ROH kimi göstərsək daha yaxşı olar. İkinci dəfə yenə yazırıq 0,219 üstə gələk 0,44 vurulsun y bölünsün x plus y bərabərdir. Bu dəfə üçüncü məhlul üçün dördüncü məhlul 0,273 bu dəfə 0,273 minus 0,219 0,054x bərabərdir. 0,44 minus 0,273 0,167 y bölü x yenə 0,054 bölünsün 0,167 0,323 yenə RO mənfi bölünsün ROH. Bu qiymətimizi də əldə elədik. Bunu da əldə elədik. Yox, o deyil. Biri də budur. İndi axırda baxarıq. Bir dəfə də yazırıq. 0,219 x plus 0,44 y bölünsün x plus y bərabərdir 5-ci məhlul üçün.
0.3 0.3 İndi 0.3 çıxaq 0.219 0,081 x bərabərdir. Buradan da çıxanda şifahi görünür bu. 14 y böl x, yəni euro. Hər dəfə də bunu yazdım mən. Y böl x 0.081 bölünsün 0.14, bu da 0.578. Bunu da 8 yaza bilərik. Rəqəmlər yuxarı olanda apara bilərik. Deməli, əlimizdə olan rəqəmlər biri bu oldu, biri bu oldu və biri də bu oldu. İndi bizim əlimizdə sual olan hissə budur və biz burada belə bir qrafik görə bilirik. Məsələn, y bərabərdir b plus məsələn ya da buna mx plus b deyirlər və ya a plus bx. Burada b hasili 1 olacaq yəqin. Bir də a plus x kimi də düşünə bilərik. Burada və yaxud da ln x, a plus ln x. Görək hansı qrafikdən çıxır. Burada a plus x ilə, bax, deyəsən ln x ilə. Amma bunu ilə də yazmaq olar, elə bx ilə də yaza bilərik. A plus bx, bx formasında da yaza bilərik. A plus bx formasında nə edəcək? İndi pH qiymətlərimizi baxıram. Yuxarıdadır pH qiymətlərimizdə. X-in qiymətlərini yazıram. Burası 8,1 saniyə yox. X-in qiymətləri loqaritma ilədir. Deməli, x-in qiymətləri loqaritma deməli 0,201 və loqaritma 0,323 bu bizim y qiymətdə, x qiymətlərimizdir, bəli. Ümid edirəm, düz yazıram. Və loqaritma 0,58 bu da bura. Y-ə də pH qiymətlərini yazacağım. 8,773 bunu silək. Ondan sonra 8,95 9,25 yazdıq və burada görürük ki, B qiyməti həqiqətən də elə 1 çıxıb. Bizə lazım idi A. Oradan da PK-nı tapmış oluruq. PK-A bərabərdir 9,5. 9,5. Qrafiki ilə yox, kalkulyator hesabı ilə elədik. Elə o qrafikdir də, onsuz. Yəni, elə düz elədik. Yaxşı. Bu bizim bir cavabımız. Bizdən nə istəyirdi? PK qiymətini tapın. İndi gəldik 2 naftolda. Deməli, burada belə bir məsələlər var ki, birinci məhlulu buradan baxırıq ki, turşu idi. Deməli, bu ROH-ındır. Bir də Förster və Jablonski qrafikləri, diaqramı aşağıda verilibdir. Buradan da indi məlumatlara baxacağıq. Bir də ikinci məhlulda da RO mənfi. İndi turşunun üzərinə işıq şüası düşdükdə onun elektronları həyəcanlanır. Əslində, burada birinci dalğada, o udduğu dalğada biz o qədər dalğa uzunluqlu enerjini versək, o gəlib çıxacaq buralara, yuxarı hissələrə. Və burada olacaq əslində nə? ROH plus, məsəl üçün, o maksimum enerji gələcək ROH maksa. Təzədən ROH max burada qayıdacaq daha S1 səviyyəsinə.
S1 səviyyəsi burada deyir ki, deprotonlaşmış formanın elə bil ki, o turşunun həyəcanlı vəziyyəti. Biri var daha yuxarı enerjili. Bunların hamısı onsuz da qərarsızdır. Amma buralarda yəni o ümumiyyətlə mövcud olmur. Bu S1 səviyyəsində həyəcanlanmış vəziyyəti S1 səviyyəsinə uyğundur. Və ora qayıtmaq üçün bu maksdan gəlir və ROH və burada bir istilik ayrılır. İndi biz burada buradakı dalğa uzunluğunu verməmək üçün ki, o maks qiymətə çıxmasın deyə burada bir açar söz var, 0,0 keçidi. 0,0 keçidində nübür-nüki fotoasit və onun deprotonlaşmış forması üçün S1, S0 və həmçinin də burada 0,0 keçidlərinin tezliklərini veribdir və bu tezliklərdə deyir ki, tezliklər əvəzinə lambda 1, lambda 2 dalğa uzunluqları istifadə olunur. S1, S0 keçidlərində də bu hissənin sıfıra getməsi üçün biz elə bir enerji veririk ki, o sanki gəlsin, çatsın bura və qayıtsın. Bunun da qrafikdə kəsişmə nöqtələridir. Bu enerjini verə bilmək üçün hansı dalğa uzunluğunu götürürük? Bir udduğu və bir də fluoresans. O iki dalğanın spektrin kəsişmə nöqtələrini biz götürürük ki, bu hissə sıfıra getsin. İndi aşağıda tam tənlikləri yazacağım. Belə bir şey olur da. Deməli, bunu fikirləşiblər ki, bu turşu hansı yollarla həyəcanlana bilər. Birinci yol, məsələn, ROH bir enerji udur və dedik ki, maks söhbətin qoyuq. Heç burada da yazmıram onu. Çünki yazmağın bir mənası yoxdur. Onsuz da üstünə xət qoyub deyəcəm 0 olur. Və ROH oldu həyəcanlanmış forma. Sonra nə baş verir? Burada bir söz daha var. Deyir ki, delta H deyir, hər birinin bir neçə vibrasiya səviyyəsi var və o elə bil ki, maksimuma çıxanda o vibrasiya, o deyir enerjini, elektronların o itirərək artıq enerjini normal S1 səviyyəsinə gəlir. Burada da delta H və delta H ulduz müvafiq olaraq əsas və həyəcanlı vəziyyətlərdə dissosiasiya entalpiyasındakı dəyişikliklər ifadə edir. Deməli, indi bu ROH ulduz, yəni həyəcanlı hal, delta H-la ulduzla dissosiasiya entalpiyası ilə nə edəcək? Dissosiasiya eləyəcək. Plus H müsbət ulduz. Və ya bunun başqa yolla da baş verə bilər. Məsələn, ROH öncə nə edir? Dissosiasiya entalpiyası ilə olar RO mənfi plus H müsbət. Təzədən RO mənfi bu enerjini udar. Buna YROH deyək, buna da RO mənfi deyək. Onlar nə? RO mənfi həyəcanlanmış hal. İndi burada fikir veririk yekun hissələrə. Mən yekun hissələri yazım. Deməli, toplayanda bunlar gedir. ROH plus YROH plus delta H ulduz alınır RO mənfi plus H müsbət. İndi aşağını toplayaq. ROH plus delta H plus YRO mənfi alınır RO mənfi ulduz plus H müsbət. Fikir veririk. Eyni nəticəyə iki fərqli yolla gəldi və yenə eyni şey oldu. Bunlar da bir-birinə bərabərdirsə, o zaman nəticə əldə edirik.
bu ifadə buna bərabərdir. Burada da ROH-lar islah olar da, bərabərliyi yazanda da elə birbaşa yazaq. Y ROH plus delta H ulduz bərabərdir delta H plus Y RO mənfi. İndi burada bir şey daha diqqət eləməliyik. Bu bir molekul üçündür. Buradakı bu alınan enerji bir molekul üçündür. Bu enerji də H nü ilə hesab düsturu budur. Və bu nünün də yerinə S bölü lambda qoysaq, H bölü lambda. İndi bir molekul üçün deyirik. Amma biz məsələdə görürük ki, burada mol sayda molekullar var. Deməli, bunların hamısını nə etməliyik? Vurmalıyıq Na-ya. Yəni, Na da burada olmalıdır. Burada da vurulmalıdır elə. Yəni, əsas düsturumuz budur. Bunu da diqqətdə saxlayırıq. O zaman bir də aşağıda ulduzdan H çıxıb. İndi 4-cü sualı oxuyuruq. Deyir ki, belə bir ifadə qəbul edərək delta PK lambda 1 və lambda 2 temperatur arasındakı asıllıq düsturunu çıxarın. Öncəliklə bunu hardan gəlir? Məsələn, bunu elə məsələni dinləyənlərə sual verirəm. Baxın, bu bərabərliyi hardan alıb? Sizdə indi özüm də deyə bilərəm, amma yaxşı deyirəm, onsuz da bəsitdir. Delta G bərabərdir delta H minus T delta S düsturunda bir dənə də yazırıq. Delta G ulduz bərabərdir delta H ulduz. Sizdə burada başqa suallar da çıxarda bilərdi. Entropiya ilə bağlı və s. Burada fikir verin, fərqli dalğa uzunluqlarında entropiyanın dəyişmədiyini qəbul edirik. Entropiyanın dəyişmədiyini qəbul edirik. T'lər eyni, entropiyalar eynidirsə, onda bunu tərəf-tərəfə çıxanda gedir və delta H ulduz minus delta H, yəni bunlar da standartdır hamısı, bərabər olur delta G fərqinə. Da dedim mən. İndi deyir ki, düstur çıxardaq. Nəyin asıllığı olsun? Delta PK, lambda 1, lambda 2 və temperatur arasında əlaqə düsturu. O zaman biz yazaq, görək əlimizdə nələr var. Bir daha baxıram, bu delta H ulduz minus delta H idi. O zaman bunu da yazıram. Delta H ulduz minus delta H bərabərdir. Daha standart işarələrini qoymuram. Bərabərdir Y RO mənfi minus Y RO H. Və bu düsturu biraz da açaq. RO mənfinin yerinə nə qoyacağıq? Dedik ki, H isə Na, H isə bölək lambda RO mənfi. Burada nə qoyacağıq? H isə Na, H isə bölək lambda idi axı. Lambda ROH. Burada da bir mötərizə xaricinə çıxartma eləyə bilərik. H isə Na vurulsun 1 bölünsün lambda RO mənfi minus 1 bölünsün lambda ROH. Bir də bizim bu ifadəmizdən yola çıxaraq bir şeylər eləyə bilərik. Axı bizə PK deyir. Delta G və K deyəndə ağla gələn düsturumuz nə olur? Delta G, onda bu rənginə yazaq. Delta G bərabərdir mənfi RT ln K. İndi bir də bunun həyəcanlanmış versiyası üçün nə yazacağıq? Delta G ulduz bərabərdir mənfi RT ln K ulduz. Burada K'lar K'lardır. Və tərəf-tərəfə çıxsaq, əslində elə alt-alta yazsam daha yaxşı olar. Çıxsaq, onda nə olar? Delta G ulduz, bir də baxın məsələdə ulduzdan çıxmışdı, bəli. Ulduz minus delta G bərabərdir. Aşağıdan yuxarını çıxanda yuxarıdakı müsbət olur. Onda RT ln K minus RT ln K ulduz
yazmış oluruq və RT-nin mötərizə xaricini də çıxarda bilərik. Burada olacaq nə? ln k minus ln k ulduz. İndi bunu yazdıq. Əlimizdə hansı düsturlarımız var? Deməli, bilirik ki, delta h ulduz minus delta h bərabər delta c ulduz minus delta c. Deməli, bizim burada aldığımız ifadə və burada aldığımız ifadə bu ikisi bir-birinə bərabər olduğu üçün bunun bərabər olduğu bu ifadə də bunun bərabər olduğu bu ifadəyə bərabərdir. Onda yazaq. Deməli, bunu götürüb bura qoyaq. Bunu da götürüb bura qoyaq. Bu ikisi bir-birinə bərabərdirsə, burada da biraz bəsitləşdirək. Bu arada baxaq görək, bizdən bir dənə soruşurdu. Delta PK lambda 1 temperatur. Delta PK'nı da PK minus PK ulduz olaraq verib. İndi onu da yazarıq. Bu arada PK'ya gedəcəksə, PK dedikcə hardan çıxar? Loqaritma K'dan çıxar. ln K'dan çıxar? Yox. Onu elə bil ln K'nı loqaritmaya keçirməliyik. Onda bu RT-ni atım o tərəfə. Təzədən yazmıram da. RT-ni attım bura. ln K minus ln K ulduz. ln-dən loqaritmaya keçəndə 2/303-ə vurulur. Yəni bunu bilməlisiniz. Hesabı da var təbii ki. 2/303 loqaritma K minus 2/303 ln yox, loqaritma K ulduz. Bərabərdir. Yenə bu ifadəni yazırıq. Və davamında 2/303-ü də mötərizə xaricinə çıxardırıq. Daha bir də yazmıram. 2/303-ü də mötərizə xaricinə çıxardırıq. Elə atırıq bu məxrəcə. 2/303-ü də atdıq bura. Yaxşı, indi davam eləyirik. Nə ilə? Burada mənfi yenə müsbət olacaq. Loqaritma K ulduz mənfi var axı əvvəlində. Nə olacaq? Bu müsbət PK ulduzu verəcək. Müsbət loqaritma K-da mənfi PK anı verəcək. Və biz burada ifadəyə diqqət eləyirik. PK minus PK ulduzu idi, bir də baxırıq. Biz amma almışıq PK ulduz minus PK. İndi təzədən bunu bir daha buradan yazırıq. Bərabərdir bu ifadəyə. Nə dedi? Bir dənə dəqiq baxım. PK minus PK ulduz. PK minus PK ulduz. İndi mən bunu tərs çevirsəm, PK minus PK ulduz bərabərdir. HCNA bölək 2/303 RT. Vuraq. Bunun içərisi də dəyişəcək. Buranı mənfi 1-ə vurdumsa, buranı da mənfi 1-ə vururam. Nə baş verir? 1 bölünsün lambda ROH minus 1 bölünsün lambda RO mənfi. İndi biz buna da delta PK deyə bilirik. Delta PK bərabərdir. Bu ifadənin də elə qiymətini hesablayaq. H qiymətimiz 6/626 vurulsun 10 üstü mənfi 34 olmalı. Vuraq 3 vuraq 10 üstü 8 vuraq 6/2 vur 10 üstü 23 bölünsün 2/303 vurulsun 8/314 vurulsun 298 standart vurulsun
1 bölünsün lambda ROH. Şimdi gedirik qrafikə. Dedik ki, lambda ROH-da maksa getməmək üçün burada 330, 340. O hardasa 330, 333. 333. ROH 333'dür. Bunu yazaq bura. 333. Eronun qiymətinə baxaq. Euro qiyməti də 50, 75, 25. Deməli, yarısı 12.5'dir. 362.5. 300 hardasa 70. 371. 370. 360, 371. 371 kimi bir şey. 371 kimi bir şey. 371 də bunu götürək. Bu arada indi biz işığın sürətinin metrinə, bu Planck sabiti vahidlərində və digər vahidlərində metr. Bunda lambda, onda metrlə olmalıdır. Çünki işığın dalğa uzunluğu bunlar nanometrdir. Bunlar nanometri metrə çevirmək lazımdır. 333 vur 10 üstü -9 çıxılsın 1 bölünsün. Oy, çıxılsın 1 bölünsün 1 bölünsün. 371 vurulsun 10 üstü -9. 371 vurulsun 10 üstü. Bu da neçə elədi deməli? 6,45. 6,45. Deyir ki, düsturu çıxarın, çıxardıq. Elə rəqəmləri qoyub yerinə PK dəyərini də hesabladıq. İndi soruşur 5-ci sual. 2 naftal üçün PK ulduz dəyərini hesablayın. Və pH 5 olan məhlulda bu nisbəti də hesablayın. Burada 2 sual var. PK ulduz dəyərini necə hesablayacaq? Delta PK qiymətini elə yazdıq bura. Delta PK bərabərdir. Nəyə bərabər idi? PK minus PK ulduz. O zaman 6,45 bərabərdir. PK-nı hesablamışdıq bayaq. 9,5 idi. 9,5 idi. 9,5 minus PK ulduz. PK ulduz da bərabərdir. 9,5-dən çıxırıq 6,45-i eləyir 3,5. İndi PK ulduzu da tapdıq. Deyir pH 5 olan məhlulda RO ulduz, deməli yazmalıyıq ROH ulduz, çünki ulduzu veribdir. Biz yəni həyəcanlanmış halın turşuluq sabitini də bilirik və orada bu nisbəti hesablamalıyıq. pH 5-də özdə. O zaman RO mənfi ulduz vurulsun H müsbət bölünsün ROH ulduz bərabərdir. PK qiymətində 10 üstü mənfi 3,5. H müsbətin də qiyməti var əlimizdə. Deməli 10 üstü mənfi 5. İndi bizdən nə soruşur? Bir də baxıram. RO ulduz bölək RO mənfi. Biz RO mənfi bölək. Deməli tərs də yazanda bölünsün RO mənfi ulduz bərabərdir. 10 üstü mənfi 5 bölünsün 10 üstü mənfi 3,5. O da bərabərdir. 10 üstü mənfi 5 bölünsün 10 üstü mənfi 3,5. Bu da elədi 0,0112 hardasa düz böldük ümid edirəm.
Hə, yaxşı. Başqa da bir şey yoxdur. Yəni belə bir məsələdir. Burada ən önəmli olan o maksimuma getməmək, qrafikdə buranı yox, kəsişmə nöqtəsini bilmək və bu tənlikləri yaza bilməkdir. Ən çətin hissələr ki, bunu görəsiz və eyni yola, eyni nəticəyə iki müxtəlif yol. Buradan düsturunuz çıxardasınız. Birinci, yəni açar düsturlarınızdan biri buydu. Birini vermişdilər. Bir də bunu da çıxartdıq. Və bunları qaldı geriyə bərabərləşdirmək. Bu qədər, sağ olun.